Arıqlama çayından bir qayda olaraq arıqlama kofesindən verdiyiniz çəkilər 90% hallarda geri qayıdır. İndi arıqlama çayından istifadə edib həyat rejiminizi dəyişərsiniz, düzəldərsiniz, pəhrizə oturarsınız, yediyiniz qidaları dəyişərsiniz. Arıqlama çayı onsuz da eləməyəcək. Bunu elədiyiniz üçün dəyişəcək, həyatınız dəyişdiyi üçün dəyişəcək. Tabii bunu eləyirsinizsə bu arıqlama çayını nə edirsiniz? Başa düşürsünüz? Yəni sırf arıqlama çayı alan bir insan düşüncəsi nədir? Mən heç nə eləməyim ki, heç nə eləməyəcək. Eləyirdisə də bunu neyinirdi? Mən heç nə eləməyim, divanda ayağımın üstünə ayağımı qoyum, oturum gözləyim, bundan içim, görüm birdən-birə mən oldum Angelina Jolie. Başa düşürsünüz? Bu da təəssüf ki, elə bir dünya olmadığı üçün biraz yuxuda yatır, biraz o yuxuda olur, birdən-birə ayılır. Ayılanda da gec olur. Nə vaxt ayılır? Həmin o arıqlama çayı qutaranda. Arıqlama çayı qutardı, всё, arıqlama da qutardı. Nə etməlisiniz? Gedib bir də almalısınız, bir də almalısınız. Bir dəfə növbəti dəfə verəndə həmin o 160 manatın üstündə qaraciyərinizi də verirsiniz ki, hə, bu da lazım deyil, mənə bunu da götürün üstündə. Başa düşürsünüz? Yəni düzgün yanaşma lazımdır. Arıqlama ümumilikdə təkcə çəkilərin getməsi deyil, çox ağır prosesdir.